Salam dəyərli izləyicilər. Bugün isə növbəti sınavımızın, yəni 12-ci sınavımızın izahını paylaşacağım. Bunu və bundan öncəki sınavlarda əldə etmək istəyirsinizsə, ya burada göstərilən nömrəyə yaza bilərsiniz, ya da rəylərdə keçidlər var, həm Telegram kanalımızın, həm də sürət ödənişsiz WhatsApp qruplarımızın. Keçid edib qoşulub yararlana bilərsiniz. Əvvəlki sınavlarda əldə edə bilərsiniz. Deməli, imtahana qədər uşaqlar hər gün sınavımız olacaq. 36 günlük seriyamızdan sonra növbəti imtahana qədər olan sınavlar seriyamızda davam edəcək. Deməli, ifadəsinin qiymətini hesablamaq lazımdır. Permütasiya 5-dən 5-ə elə 5 faktorialdır. Çıxılsın 4-dən 4-ə elə 4 faktorialdır. Bölünsün 3-dən 3-ə də elə 3 faktorialdır. Yuxarıdan 4 faktorialı vuruq kimi qarşıya çıxarsam 5 çıx 1 qalacaq. Aşağıda da 3 faktorial. Uşaqlar 3 faktorialdan 4 faktorial ixtisar gedər, 4 qalır. Qalar 4 vurulsun 4, yəni 16 B bəndi. Faktorialın açılışını yəqin ki, hər kəs bilir də. Uşaqlar, əbob AB 6-dır, A vur B 180-dir. A plus B cəmini tap. Çox sadə görünən bir sualdır, amma əksər uşaqlar yaza bilmir belə sualları. Çünki əbobun nə olduğunu tam başa düşmürsünüz. Uşaqlar, A ilə B-nin əbobunun 6 olması həmin ədədlərin 6-ya bölünməsi deməkdir. Deməli, mən onda 6-ya 1 6M, A-ya 1 6M, B-yə də 1 6N deyə bilərəm. Çünki vuruqlarından biri 6-dır. Gətirib yazaram yerinə 6M vur 6N bərabərdir 180. Və M ilə N-in orta vuruğu yoxdur, yəni qarşılıqlı sadədir. 36 dənə M-in bərabərdir 180. M vur N də bərabərdir 5. Təbii ki, hasil 5-dirsə 1 və 5-dir. M1, N5 fərq yoxdur. Yerə istənilən birini seçə bilərik. M-i 1 götürsəm bu 6 olacaq, bu da 30. Və salam. 6 və 30 cəmi olacaq 36 A bəndi. Deməli, bunun kvadratı 4 vurulsun. Kök 3 tam onda, kök altı 3 tam onda 7-nin kvadratı olacaq. 3 onda 7. Çıxılsın kök altında 4'ü 12'ye vuranda 48, 4'də 49 eləyir. Olacaq 4 vur 3 onda 7. Çıxılsın 2'də 7. Bu da neçə eləyir uşaqlar? 4'ü 3'ə vuranda 12 eləyir. 7'yə vuranda da 28. Olacaq 14,8. Çıx 3,5. Olacaq 11,3. Hesab səhv eləmədiysə D bəndi olacaq. Deməli, belə bir ifadə verilib F3-ü tapın deyir. Uşaqlar, çox sadə 3'ü gətirib ikisinin yerinə yazsın. 3'də 1 vurulsun 3'ün kubu 27. Çıxılsın 5 vurulsun 3'ün kvadratı 9. Üstə gəl 7 vurulsun 3. Üstə gəl 6. İndi uşaqlar 27-ni 3'də 1'ə vuranda 3'ə bölürük deyə 9 qalır. Çıx 45. Üstə gəl 21. Üstə gəl 6. İndi 21'in üstə 6 gələndə 27. 27'nin də üstə 9 gələndə 36 edir. 45'dən də 36 çıxanda mənfi 9 qalır. Y bəndi. A5. 5-ci sual. Ədədi silsilədə S12 324'dür. A9 da 37 olarsa S12'ni tap. Uşaqlar, S12'nin açılışı belədir. 2 dənə A1. Üstə gəl 11D. Böl 2 vur 12 bərabərdir 324. Bundan bu gedər 6 qalır. 6 ilə də 324 gedər. 56 qalır. Daha doğrusu 54 qalır. Deməli uşaqlar. Baxın, bunu biraz kiçildək. Qoyaq bura. 2A 1 plus 11D bərabərdir 54'ə. Həmçinin də A9'un açılışına görə A1 plus 8D də bərabərdir 37'yə. Aşağını 2'yə vursaq 2A1 16D 37'də 2'yə vuranda 74. Və aşağıdan yuxarını çıxsaq 2A1'lər gedər. 16D'dən 11D çıxsaq qalar 5D bərabərdir. 74'dən də 54 çıxanda 30. D olacaq 6. Əgər D 6'dırsa mən artıq A1'i asanlıqla təyin eləyə bilərəm. Bax, burada yazaram yerinə. 2 dənə A1 üstə gəl 11'i D'yə vuranda 66 bərabərdir 54'ə. 54'ə. Buradan 2A1 bərabərdir 54'dən 66 çıxanda. Neçə qalır? Mənfi 6
mənfi 12 qalır. A1 də mənfi 6 edir. Bir dəqiqə hardasa hesab səhv elədik. Aşağıdan yuxarını çıxanda uşaqlar 74-dən 54 çıxanda 30 yox 20 qalır. Onda D-də 4-dür. D 4-dürsə bu 44 eləyir. Bərabərdir 54-ə. 2 dənə A1 olur 54-dən 44 çıxanda 10. A1-də 5-dir C bəndi. Məsələn, uşaqlar siz səliqəli yazın. Deməli 6-cı sual. Kubun diaqonal kəsiyinin sahəsi 25-dir. Birinci kub çəkək, görək bu diaqonal kəsiyi deyəndə nəyi nəzərdə tutur? Sonra onun diaqonal kəsiyinə baxaq. Ondan sonrası aydın olacaq. Həcmini soruşur. Birinci kubumuzu formalaşdıraq. Bu bizim kubumuz. Bunun diaqonal kəsiyi bax budur uşaqlar. Fikir verin. Bu ortada qalan hissədir. Bunun sahəsi də bu tərəf A-dır. Burada A kök 2-dir. Bunların hasilidir. A vurulsun A kök 2 bərabərdir 25 dənə kök 2-yə. Kök 2-lər gedər. A kvadrat 25-dirsə A da olur 5. Deməli yan teli 5-dir. Əgər yan teli 5-dirsə, onda həcmi də 5-in kubudur da 125 A bəndə. Gəldik növbəti suala. A ədədini tapmaq lazımdır. Tərəf-tərəfə toplasan 2A ilə A eləyəcək 3A. B-lərdə gedər qalar 9. Buradan da A bərabər olacaq 3-ə, yəni C bəndinə. Bitdi. 8. Deməli, birincidən 6-nı qarşıya çıxarsam, qalacaq modulda x plus 6. Çıxılsın, buradan da 2-ni qarşıya çıxarsam, x plus 6. Bərabərdir 72. 6 dənə moduldakı x plus 6-dan 2 dənəsini çıxsam, qalacaq 4 dənə modulda x plus 6. Bərabərdir 72. Hər tərəfdə 4-ə bölsək, modulda x plus 6 bərabərdir 18. Bunun da 2 həlli var, təbii ki. Bir dəfə x plus 6 18-dir. X də bərabərdir 12-yə. Bir dəfə də x plus 6 mənfi 18-dir. X də bərabərdir mənfi 24-ə. Deməli, bir kök mənfi 24-dür, bir kök 12-dir. Köklərin cəmi soruşur. Mənfi 24-ün üstünə 12 gələndə eləyəcək mənfi 12, yəni Y bəndi. 9. İlk 20 natural ədəd içərisindən təsadüfən seçilmiş bir ədədin sadə ədəd olması hadisəsinin ehtimalı. İlk 20 natural ədəddir isə bütün ehtimallar məxrəcdə 20 dənədir mümkün hallar. Bunun içindən sadə ədəd yazaq 2, 3, 5, 7, 11, 13, 17, bir də 19 və salam başqası yoxdur. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənədir. 20 dənədən 8-i və salam. Bu da onda 4 eləyir. B bəndi. Tam əllərin cəmi uşaqlar 2 daxildir, 3 daxildir, 4 daxildir, bir də 5 daxildir. Bunun cəmi bu ikisi 5, bu da 5, bu da 4 elədi, 14. D bəndi. Bu ifadə. Uşaqlar 6 dənə kök 2 var ha. Baxın, bizim misalın həlli buradadır. Tam kvadrat ümumiyyətlə kök olan ifadəni həll eləmək istəyiriksə, sadələşdirmək istəyiriksə, yaxud da qiymətini tapmaq istəyiriksə, kökdən azad eləməlisən. Kökdən azad eləmək üçün isə ya 2 variantın var, ya kvadrata yüksəldərsən, ondan ötürü bərabər eləsən gərək T-yə. Ya da kökün altında tam kvadrat kimi göstərib kökdən çıxardasın. Adətən tam kvadrat kimi göstərmək olur. İndi tam kvadrat kimi göstərəndə daha 2 vuruq var, 2AB vuruğunda 2 vuruq var. Ona görə bunu 2-yə bölərəm, 2 vuruğunu ayıraram. 2 vurulsun 3 kök 2 edir. 2 vurulsun 3 kök 2. İndi 3 kök 2 hansı ədədlərin hasili 3 kök 2 olur? 3 və kök 2-nin də, düzdür? Və sən deməli bu kök altında 3 plus kök 2-nin kvadratıdır. Digəri də kök altında 3 minus kök 2-nin kvadratıdır. Bundan bu gedər, bundan bu gedər, qalar 3 plus kök 2, üstə gəl 3 minus kök 2. Əslində modulla çıxmalıdır. Sadəcə biz 3 plus kök 2-nin 3 minus kök 2-nin də müsbət olduğunu bilirik deyə modula ehtiyac duymuruq. 3-ün üstü də toplayıram, olar 6 C bəndi. CD paraleldir AB-yə, CND qövsündən DMB qövsünü çıxanda 30 dərəcə qalır. Yəni bu qövsdən bu qövsü çıxanda 30 dərəcə qalır.
Onda gəlin biz belə eləyək. Baxın, bu qövsə bir alfa deyək. Alfa yox, x qövsü, x dərəcəsi deyək. Burada bir y deyək. Və bizə deyir ki, x çıxılsın y bərabərdir 30 dərəcə. Və paralel CD ilə AB paralel olduğu üçün bu qövsdə y-dir. Və x plus 2y, yəni bunun hamısı yarımçevir olduğu üçün 180 dərəcədir. Bizə hansı lazımdır? A, D, C, yəni bu olacaq. Yəni y-i tapmalıyıq. Y-i tapmalıyıqsa aşağıdan yuxarını çıxarım. X-dan x getdir, bax bu sistemdə. 2y-də mənfi y çıxanda 3y qalır. 180-dən 30 çıxanda 150. Onda y də bərabərdir 50. Uşaqlar, y 50-dirsə, bax bura. 50 dərəcəsə bu ADS daxilə çəkilmiş bucaqdaq. 50-nin yarısıdır. 25 A bəndi. Sonra kosinus x bərabərdir mənfi 0.6. Tangens kvadrat x-i tap. Çoxlu üsullarla yazmaq olar. Mən tangens kvadratı belə yazarım. Sinus kvadrat x böl kosinus kvadrat x. Sinus kvadratını yerinə yazaram. 1 çıx kosinus kvadrat x böl kosinus kvadrat x. O da bərabərdir. 1 çıxılsın. Kosinus mənfi 0.6-dır. Kvadrat olur 0,36. Bölünsün 0,36. Bərabərdir. Yuxarıda qalır 0,64 böl 0,36. İxtisar eləsək, 100-ə vursam olacaq 64 böl 36. Və 4-ə bölsəm yuxarıda 16 qalar. Aşağıda da 9. Oldu 9-da 16. Və yaxud da qarşıq kəsrə çevirsək 1,9-da 7. Y bəndi. Müstəvidən 15 cm məsafədə olan nöqtədən müstəviyə proyeksiyasının uzunluğu 20 cm-dan mail çəkilmişdir. Müstəvi bir dənə mail çəkildiyi üçün düz xətt kimi göstərmək olar. Bir nöqtədən müstəviyə məsafə 15-dir, yəni hündürlük 15-dir. Nöqtədən bir dənə də mail çəkilir. Bunun proyeksiyası da 20-dir. Bu maildə də bunu tapmalıyıq. Çox örtüyorum. 15, 20, təbii ki 25. 15-ə gəldi. İfadəsinin ən böyük qiyməti olur. Ən böyük ən kiçik qiymət n ilə tapılır. N bərabərdir. Deməli, n bərabərdir. B kvadrat çıx 4AC böl 4. B'si 6'dır, kvadrat olur 36. Çıxılsın, 4 vurulsun. A'sı mənfi 2 olduğu üçün bu müsbət olur. Vur 2, vur 8. Mənfi ilə bıraktım, qarşıya müsbət oldu. Bölünsün, 4 vur, burada 4 A'dır. Mənfi 8 olur. O zaman 4 2'ye 8. 8 8'e 64. 64 ile 36 100 eləyir. 100 böl mənfi 8. 4'e ixtisar eləsəm 25 böl 2. Mənfi 12,5 ən böyük qiymətidir. Tənliyin kökü 1 olarsa A'nın qiymətini tapın. Şu an tənliyin kökü 1-dirsə x-in yerinə 1 yazaram da. Deməli 1'i A'ya vuranda olacaq 4 üstü A plus 2 bərabərdir 32. İndi 4'ü yazaram, 2'nin üstü 2. Üstündə də A plus 2. Bərabərdir 32 də 2 üstü 5'dir. Biraz da sadələşdirərəm. 2 üstündə. 2'ni A plus 2'yə vuranda olacaq 2 dənə A. Üstəgəl 4 bərabərdir 2 üstü 5'ə. 2 üstü A 2A plus 4 5'ə bərabər olmalıdır. Əsaslar yenidirsə qüvvətlər də bərabər olmalıdır. Bərabərdir 5. 2A bərabərdir 1, A da bərabərdir 2-də 1. 17. Zavoddakı bütün işçilərin 35%-ni kişilər təşkil edir. Qadınlar kişilərdən 222 nəfər çoxdur. Zavodda neçə nəfər işləyir? Hə, uşaqlar, baxın indi. Deməli, 35% kişidirsə, 100%-dən 35% çıxanda 65% də bu kişidir. Bu da qadındır da, düzdür? Səhv yazdım. Hə, deməli uşaqlar, qadınlar kişilərdən 222 nəfər çoxdur. Neçə faiz çoxdur? 65 biridir, 35 bir, 30% çoxdur da. Neçə nəfər çoxdur? Bəs 222 nəfər. Deməli 30% 222 nəfərdir də. 100% x və son. Çox rahat həll elədik. 30x bərabərdir 222 vur 100. Bu 0'ın 1 ilə bu 100'ün 1'i gedər. 3 ilə də 222 gedər. 222'ni 3'ə böləndə də 74 düşür. X də olacaq 74'ü ona vuranda 740. Cavab oldu 740. Deməli,
12 sinus kvadrat x bərabərdirsə 5-ə. Buradan alınır ki, sinus kvadrat x bərabərdir 12-də 5-ə. Gəldi bura. İfadəsinin qiyməti 4 dənə sinus kvadrat x çıxılsın. Kosinus 2x-in yerinə yazaram. 1 çıx 2 sinus kvadrat x. Üstə gəl 2,5. Olacaq 4 sinus kvadrat x çıx 1 üstə gəl 2 dənə sinus kvadrat x üstə gəl 2,5. 4 2 olur 6 sinus kvadrat x. Mənfi 1 üstə 2,5 gəndə də olur 1,5. Sinus kvadrat da 12-də 5-dir. Olacaq 6 vurulsun 12-də 5 üstə gəl 1,5. 6 ilə 12 gedər 2 qalar 5-i 2-yə böldüm. 2,5 plus 1,5. Bunu da toplayanda olur 4. Gəldi 19. ABC düzbucaqlı üçbucağında B 90 dərəcədir. Ardınca A 60 dərəcədir. AC perpendikulyardır BD-yə. AC perpendikulyardır BD-yə. Hə, bura 90-dır. Yəni BD hündürlüyüymüş. BD plus AB 7-dir. BD plus AB 7-dir. Hə, uşaqlar, indi buna baxın. Bura 90, bura 60-dırsa, bura 30 olur. Onda bura da 60 olur, bura da 30 olur. İndi 30 dərəcənin qarşısındakı x-dırsa, 90 dərəcənin qarşısındakı onun 2 qatıdır, 2x olur. 30 dərəcənin qarşısındakı 2x-dırsa, 90 dərəcənin bütövün qarşısındakı 4x olmalıdır. Onda bura qalır 3x. Və BD haradır? Bura plus AB 7-dirsə, BC plus AC-ni tapaq. İndi baxın uşaqlar. İndi 30 dərəcənin qarşısındakı 2x-dırsa, burada daha doğrusu 30 dərəcənin qarşısındakı x-dırsa, 60 dərəcənin qarşısındakı x kök 3-dür. Onda bizə deyir ki, BD, yəni x kök 3 üstəgəl 2x bərabərdir 7-yə. Və bizdən soruşur ki, bir də 60 dərəcənin qarşısındakini də ifadə edək. 60 dərəcənin qarşısındakı isə bunun kök 3 mislidir. 2 kök 3x. Hə, indi bizə deyir ki, BC, yəni 2 kök 3x üstəgəl AC, yəni 3x. 2 kök 3x plus 3x. Cəmi neçə santimetr eləyər? Rəqəmlər biraz eybəcər oldu. Bir dənə baxaq görək səhv yazmışıq mı hardasa. Deməli, A bucağı 60-dır. 90 dərəcədə 30-dur. 30 dərəcənin qarşısındakı x-dırsa, 90 dərəcənin qarşısındakı 2x-dir. Bura 2x kök 3-dür. Sonra 30 dərəcənin qarşısındakı 2x-dırsa, bütöv 4x-dir. Doğrudur. Hə, uşaqlar, AC deyir də. Bizə AC deyir, 3x yox, AC toplam 4x-dir. Hə, bu zaman artıq misal rahat əldə olur. Buradan 2-ni qarşıya çıxaranda kök 3x üstəgəl 2x qalır. Bərabərdir 7. Bərabərdir. Bu da 7 olduğu üçün olacaq 2 vur 7. 14. Bitdi. 20. Nihat və Amidin işlədiyi günlər və hazırladığı detalların sayı verilib. Deməli, Nihat və Amidin işlədiyi günlər və hazırladığı detalların sayı verilib. Onlar birlikdə 84 detal hazırlayarlar. Neçə günə? Uşaqlar, Nihat 6 günə 54 detal hazırlayırsa, baxın Nihat. 6 günə 54-dürsə, 1 günə 54-ü 6-ya bölərəm, 9 detal hazırlayır. Amid isə 8 günə 40 detal hazırlayırsa, 1 günə 5 dənə hazırlayar da. Amid 1 günə 5. Onda 1 günə toplam 14 dənə detal hazırlanır. İndi Nahid və Amid birlikdə 14 detal hazırlayırlar. Bizə 84 detal lazımdır. 84 də bölərəm 14-ə. İnşallah bölünər. 42 böl 7 olar. Bu da 6 düşür. Deməli 6 günə işi bitirəcəklər. Bitdi. 21. ABC üçbucağında DY paraleldir AC-yə. AE təm bölənd. Alfa, alfa. Uşaqlar çarpazdır da, bu da alfa olur. DY 6-dır. Onda burada 6-dır. BD 2-dir.
BDY 5'dir. Hə, buranın sahəsi 5'dir. ABC'nin sahəsi. Şöyle çox rahat paraleldir deyə oxşardır. Bunun tərəfi 2'dir. Bunun tərəfi 8'dir. Tərəf 2 və 8 neçə dəfə böyüdür? 4 dəfə. Düzdür? Baxın, AB 8'dir. BD də 2'dir. Böyük üçbucağın tərəfi kiçik üçbucağın tərəfindən 4 dəfə böyüdür. Oxşar üçbucaqlar olduğu üçün isə sahələrin nisbəti kvadratlandır. Yəni 16 dəfə böyük olacaq. Tərəfi 4 dəfədirsə, sahəsi 16 dəfə böyük olacaq. Ona görə 5'i vuraram 16'ya. Bu da 80 eləyər. Deməli, böyük üçbucağın sahəsi 80'dir. 22. Tərəfi 4 cm olan kvadratın daxilinə dairə, dairənin daxilinə isə kvadrat çəkilmişdir. Ştrixlənmiş hissəni tap. Deməli, tərəfi 4 cm olan kvadratın daxilinə dairə, onun da daxilinə kvadrat çəkilib, ştrixlənmiş hissənin sahəsini tap. Nətər tapaq? Deməli, bura 4'dür. Şöyle birincisi tapmağın yolunu bilməliyik, yəni məntiqin başa düşməliyik. Ondan sonra ştrixlənmiş hissəni taparıq. Belə eləyək, birinci dairənin sahəsini tapmalıyıq. Dairənin sahəsini tapmaq üçün radiusu tapmalıyıq. Radiusu tapandan sonra bu kvadratın tərəfini tapmalıyıq. Bu kvadratın tərəfini tapanda da onun sahəsini tapmalıyıq. Sonra dairənin sahəsindən bu balaca kvadratın sahəsini çıxmalıyıq. Uzun oldu, amma asandır. Şöyle, birincisi dairənin diametri kvadratın tərəfidir. Tərəf diametri 4'dürsə radius 2'dir. R oldu 2. Qaldı bu kvadratın tərəfini tapmaq. İndi bu diametri belə çəkdim. Əgər R 2'dirsə diametr 4'dür də. Düzdür? Onda bura x'tir, burada x. Pifagor teoreminə görə x kvadrat üstə gəl x kvadrat bərabərdir 16, 2x kvadrat bərabərdir 16, x kvadrat 8'dir, x da kök 8'dir. Deməli, kvadratın tərəfi də kök 8'dir. Onda biz dairənin sahəsindən S dairə bərabərdir pi, R kvadrat bərabərdir. Pi 3'dür, radius da 2'dir. 2'nin də kvadratı 4 edir 12. 12'dən çıxmalıyıq kök 8'in kvadratı, yəni 8. Bu da olur 4. Deməli, ştrixlənmiş hissənin sahəsi oldu 4. 23. Üçbucaqlı piramidanın yan tilləri 2, 3 və 4 olub, cüt perpendikulyardır. Piramidanın yan səthinin sahəsini tap. Demək olar, bu tip piramidalar belə çəkmək lazımdır. Cüt perpendikulyar olması bu haldadır. Baxın uşaqlar. Belə. İndi yan tillər 2, 3, 4. Bunun sıralamasının önəmi yoxdur. Bura 2 olsun, bura 3 olsun, bura 4. Yan səthinin sahəsini tapmaq lazımdır. Deməli. Uşaqlar, bu tərəf yan səthidir. 2'ni 3'ə vuraram. Bu yan belə düz bucaqlı üç bucaqdır. Katetlərin hansını yarısı. 2'ni vuraram 3'ə 6, böldüm 2'yə 3. Buranın sahəsi oldu 3. Sonra bu tərəf. 4'ü vuraram 2'yə, eləyər 8, bölərəm 2'yə, oldu 4. Bir də 3'ü vuraram 4'ə, 12, bölərəm 2'yə 6. Deməli, bərabərdir. 3 ilə 4, 7. 7 plus 6 oldu 13. Bitti, cavab oldu 13. Uşaqlar, yan səthi deyil. İndi biz oturacağı istifadə edək. Əslində bu təpə nöqtə yuxarıda olmalıdır. Onun şəklini çəkmək çətindir deyə belə çəkmiş. Oturacaq bu tərəf olur əslində. 24. ABC'də düzbucaqlısı verilib. BY perpendikulyardır AC'yə. Yəni bu 90 dərəcədir. YO da 4'dür. Burada 4'dür. ACD bucağı, ACD bucağı 60'dır. Bura 60'dırsa, bura 30 dərəcədir. Bura 30 dərəcədirsə, əgər uşaqlar, bura 60 dərəcədir. İndi diqqətlə baxın, 60 dərəcədir. Deməli, burada 60'dır. Onda burada 60 qalır. Deməli, bərabər tərəflidirsə, bu BY həm də mediandır, həm də hündürlükdür. Onda bura 30, burada 30 olur. Bura 4'dürsə, burada 4 olur. Onda bura 8'dirsə, burada 8 olur. AC diaqonalı oldu 8, 8, 16 və salam. Elə onu soruşurmuş. Diaqramda hər bir qabda şəkər və suyun miqdarı verilib.
hər 3 qabı qarışdırıldıqda əmələ gələn məhlul neçə faizli şəkər olar? Uşaqlar rahatdır. Birincisi, şəkərlər sürətdə yazılmalıdır. Şəkər boş ağıllandı. 20 qram birincidən gəlir, üstə gəl. 10 qram ikincidən gəlir, üstə gəl. 40 qram da üçüncüdən gəlir. Yəni 20 üstə gəl 10, üstə gəl 40. Toplam 70 qram şəkər var məhlulda. Görək məhlul nə qədərdir? Məhlul bunun hamısının cəmidir. 20, 40, 60, üstə gəl 10, 30, 40, üstə gəl 40, 60, 100 bərabərdir. Yuxarıda olur 70, aşağıda olur 200. Bunu da vururam 100-ə faizlə ifadə edeyim. 100 ilə 200 gedər 2 qalar, 70-i də 2-yə böləndə 35%. Və salam uşaqlar, çox rahat oldu əslində sual. Və salam, bütün sualların izahını verdik. Əgər hardasa hesab səhv etmişəmsə, rəy bölməsində qeyd edin, digər yoldaşlarımız da görsün. Sürətlər qrupuna qoşulmaq istəyənlər, həmçinin sınavlar qrupuna qoşulmaq istəyənlər burada göstərilən nömrəyə yaza bilər. Növbəti sınavımızda görüşənədək uşaqlar, sağ olun, hər birinizə uğurlar.